Ağcabədi rayonunda 7 yaşlı uşaq bıçaqlanıb. Hadisə fevralın 4-ü axşam saatlarında rayonun Aşağı Afşar kəndində baş verib. Kənd sakini 2019-cu il təvəllüdlü Sübhan Bəşirova 12 yaşlı yeniyetmə tərəfindən 19 bıçaq zərbəsi ilə xəsarətlər yetirilib. Nətər olur, nətər bıçaqlanır, nətər vurulub onu bilmirəm. Amma düşmanım da kimdir onu da bilmirəm. Mən də istəyirəm ki, düşmanım tapılar. Evimin bölündə oynaymış. Oğlum danışdığını deyirəm. İncədən oğlumun yanındaydım. Oğlum danışdığını deyirəm. Deyir ki, ata, darvazamın ağzında oynuyordum. Mən o uşaq gəldi apardı. Mən xəsarət elədi. Neçə bıçaq yarası? 19 dənə. 19 bıçaq. Dərindir yoxsa? Dərin də var, yüngürü də var. Ailədə neçə uşaqdılar? Arada 4 uşaq. Çoxsaylı bıçaq xəsarətləri ilə azyaşlı Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 04.02.2026-cı il tarixdə axşam saat 18 radələrində 6 yaşında azyaşlı kişi cinsinə mənsub olan bir uşaq təcili olaraq valideynləri tərəfindən gətirilmişdir. Xəstə təcili müayinə olundu. Xəstənin bədəninin müxtəlif nahiyələrində çoxsaylı 20-yə yaxın kəsilmiş, cırılmış, deşilmiş yaralar müəyyən olundu. Xəstədə kəskin qan itirmə müşahidə olunurdu. Təcili olaraq əməliyyat blokuna götürüldü. Bütün yaralar cərrahi işləndi, operasiya olundu. Xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə verildi. Hal-hazırda müalicəsi davam etdirilir. Ümumi vəziyyəti orta ağır kimi qiymətləndirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Elgün Gəncimsoy, Bizim Media, Qarabağ bürosu.